Salam, hər vaxtınız xeyir olsun. Müəllimlərin əziyyət çəkdiyi növbəti bir məsələyə toxunmaq istəyirəm. Tətbiq yoxsa yaratmaq? İlk öncə görə tətbiq nədir, yaratmaq nədir? Tətbiq o zaman baş verir ki, şagird əldə etdiyi nəzəri biliyi praktikaya çevirir. Yəni, nəzəri bilikləri var, onu praktikada tətbiq edir, olur tətbiq. Yaratmaqda isə mütləq kreativlik olmalıdır, kreativ bir ideya olmalıdır, yaradıcı bir ideya olmalıdır, mütləqdir. Yəni, ən çox mahiyyətə baxırıq, sonuncu feylə odaqlanmırıq. Layihə gördük, layihə varsa o dəqiqə yaratmaq var, götürmürük. Nəsə hazırlayırsa, plan hazırlayırsa, demək ki, tətbiqdir, götürmürük. Və yaxud da plan hazırlamağı çox vaxt layihə elə bilirik ki, həmişə layihə ola bilər. Xeyr, mahiyyətə baxırıq. Əgər şagirdin özünün kreativ bir ideyası öz əksini tapıbsa burada, demək yaratmaqdır. Yox, kreativ ideya yoxdursa, sadəcə bilikləri, aldığı bilikləri nəzəri bir praktikaya çeviribsə, bu zaman nə olacaq? Tətbiq olacaq. Gəlin bir nümunə üzərinə fikrimizi daha da dəqiqləşdirək. Şagird sağlam qidalanma planı hazırlayır. Şəxsin yaşı və büdcəsi nəzərə alınmalıdır. Yəni, plan hazırlayarkən şəxsin yaşı və büdcəsini də nə etməlidir? Nəzərə almalıdır. Burada tətbiqdir. Niyə? Çünki burada kreativ heç nə yoxdur. Şagird sağlam qidalanma planı hazırlayır. Plan hazırlayan zaman şəxsin yaşını da nəzərə alır, büdcəsinə nəzərə alır. Bunu aldığı biliklər hesabına hazırlayır. Yəni, bilir ki, hansı yaşda hansı qidanı yemək olar, hansı qida zərərlidir, hansı qida zərərsizdir və yaxud da ki, şəxsin büdcəsi nə qədərdir və o büdcəyə uyğun aylıqmı, 10 günlükmü, 5 günlükmü plan hazırlayır. Yəni, burada kreativ, yaradıcı heç nə yoxdur. Burada plan hazırlama nə olacaq? Burada plan hazırlama, tətbiq etmə olacaq. Yəni, bu plan hazırlamada yaradıcı heç nə görmədik. Eyni misalı, eyni məsələni başqa cür qoyaq. Şagird sağlam qidalanma layihəsi üçün plan hazırlayır. Aha, burada layihəyə odaqlanmaq lazımdır. Niyə? Çünki layihə nə idi? Layihə həmişə kreativ olan bir şeydir. Layihəni biz başqasının layihəsini götürüb özümüzünkiləşdirə bilmərik. O zaman plagiat ola bilər. Ona görə də layihədə mütləq kreativ ideya olmalıdır. Şagird layihə üçün hazırladığına görə bu planı, sağlam qidalanma layihəsi üçün hazırladığına görə bu zaman plan hazırlama nə olacaq? Yaratmaq olacaq. Yəni, mahiyyətə baxacaq. Amma layihə həmişə yaratmaq olurmu? Xeyr. Bəzən deyir ki, layihəni sadəcə belə deyək, planlaşdırırlar, amma reallaşdırmırlar. Amma burada şagird nə edir? Layihəni reallaşdırır. Çünki layihə üçün qidalanma planı hazırlayır. Demək ki, şagirdin burada mütləq nəyi var? Kreativ ideyası var. Ona görə də bu olacaq yaratmaq mərhələsi.